İmam Hüseyin əleyhissalam öz əshabını tərifləyir, öz əshabının qiymətini verir. Buyurur ki, mən əshabımdan daha xeyirlisini və əhl-i beytimdən daha yaxşısını tanımıram. Bu, imamın əshabı barəsində verdiyi ən yüksək dəyəridir. Əshab, məsələn, Peyğəmbərin də əshabı var idi, Həzrət Əlinin də əshabı var idi, İmam Həsənin də əshabı var idi. Bütün onların hamısından İmam Hüseyin əleyhissalam buyurur ki, mənim əshabım daha xeyirlidir. Bu sadə bir söz deyildi. İmam Hüseyin əleyhissalam əslində həqiqətdən danışdı və həqiqətin nə olduğunu insanlara anladır. Buyurur ki, mənim əshabım hamısından üstündür. Alimlər müqayisə edirlər bunu. Deyir, nə üçün İmam Hüseyin əleyhissalam öz əshabı barəsində o sözü buyurdu? Ona görə ki, məsələn, Peyğəmbərin əshabından götürək. Peyğəmbərin əshabı yüksək şəxsiyyətlər vardı onların içərisində, o öz yerində. Böyük imanlı insanlar vardı. O da yəni öz yerində. Amma onların hamısında bir dənə şey var idi. O da budur ki, onlar məsələn döyüşə gedəndə qələbə ümidləri var idi. Sağ qalmaq ümidləri var idi. Döyüşürük, hətta qələbə də çalmışdılar. Digər döyüşə qələbə ruhu ilə gedirdilər. Amma İmam Hüseynin əshabında qətiyyən bu yox idi. Qətiyyən. Yəni sağ qalmaq ehtimalı yox idi. Qələbə çalmaq ehtimalı yox idi. Buna baxmayaraq onlar yenə də qaldılar, tərk etmədilər. Ölümə həd edilər. Amma imamını tək qoymadılar. Ühud müharibəsində əshab Peyğəmbəri meydanda qoyub qaçdı dağlara. Quran buyurur ki, وَالرَّسُولِ يَدْعُوكُمْ فِي اُخْرَاكُمْ Peyğəmbərdir, çağırırdı sizi ki, gəlin köməyə. Amma hamı qaçdı dağlara Ühud müharibəsində. Amma Kərbala səhnəsində imamın heç bir əshabı onu tərk edib getmədi. Heç bir əshabı tərk edib getmədi. O vaxta qədər İmam Hüseyin əleyhissalam həmişə xütbə oxuyurdu, həmişə də izah edirdi ki, biz şəhadətə doğru gedirik. Ona görə kimin dünya meyli vardısa, dünya məqsədi vardısa, hamısı ayrılıb getmişdilər. Kərbalada isə artıq sırf ixlaslı insanlar qalmışdı. Əshabın digər əshablardan fərqi bu idi. Ona görə İmam əleyhissalam buyurur ki, mənim əshabımdan daha xeyirlisini mən tanımıram. Ondan sonra buyurur ki, mən bütün beyətimi sizdən götürürəm, çıxın gedin. Həmən xütbədə buyurdu. Bu insanların mənlə işi var. Məni tələb eləyirlər. Siz hamınız çıxın gedin. Amma heç kəs getmədi, hamı durdu, öz sədaqətini ifadə etdi. İmam Səccəd əleyhissalam buyurur ki, İmam Hüseyin əleyhissalam hamısı ilə vidalaşdı Aşura günü. Hər kəsdən vidalaşırdı. Və bu vidalaşma elə bir tərzdə baş verirdi ki, qadınlar, qızlar inciməsin. Məsələn, imam gəlib bir deyəndə ki, biz sabah şəhid olarıq, mən gedirəm şəhid olmağa falan. Bunu xanım Zeynəb eşidəndə, qızlar eşidəndə dözməzdilər. Əgər eşitsəydilər, dözməzdilər. Ona görə elə vidalaşırdı ki, onlar hiss eləməsinlər. Çox da kədərlənməsinlər. İmam Səccəd əleyhissalam buyurur ki, mən xəstə idim. Bibim Zeynəb mənə baxırdı. İmam Hüseyin əleyhissalam gəldi mənimlə vidalaşmaq istəyəndə xanım Zeynəb də orada idi. Görəndə ki, xanım Zeynəb bizi dinləyir, imam demədi heç nə. Açıq-aşkar heç bir şey demədi. Sonra deyir, qılıncını götürdü, başladı itiləməyə. Seyqəl verirdi qılıncına, itiliyirdi. Orada bir şeir oxudu. Deyir, ya dəhru, uffin ləkə min xəlil, kəm ləkə bil işraqi və ləsili.
Dünya, lənət olsun sənə. Sənin nə qədər vəfasız bir dostsan. Sən öz dostlarına heç vaxt rəhm eləmədin. Gecə gündüz öz dostların barəsində xəyanət etdin. Nə qədər oldu səni tələb eləyən, səni sevən insanlara arxa çevirdin. Hamısı ölüb getdilər. Deyir, bu şeiri oxuyanda mən başa düşdüm imam nə deyir. İmam mənlə vidalaşır. Mən də bibim Zeynəb oradadır deyə heç nə deyə bilmədim. Deyir, qəhər boğdu boğazımı, bir söz deyə bilmədim. Tarix yazır, deyir, Məlun Yezid İmam Səccada gəlib dedi ki, səni öldürəcəyəm. Nə istəyirsən de. Deyir, İmam buyurdu ki, mən səndən 3 şey istəyirəm. Biri budur ki, atamın başını istəyirəm. İmam Hüseyin Əleyhisselamın başını gətirin, verin. Onunla vidalaşmaq istəyirəm. İkincisi budur ki, gələndə çox ədəbsiz insanlarla gəldik. Bu əsirlik dövründə çox ədəbsiz insanlarla gəldik. Amma gedəndə istəmirəm o cür insanlarla, Əhl-i Beytin qızları, gəlinləri onlarla getsinlər. Ədəbli insanlar, yaxşı insanlarla bizi yola salın. Üçüncüsü də bizdən apardıqları, soyduqları, qarət etdiklərini hamısını geri versinlər. Yazid dedi ki, mən hardan tapım onları? Paylanıb, hərə bir şey götürüb. Dedi, xeyr, əmr elə hamısını gətirsinlər. Tapşır, hamısını gətirsinlər. Deyir, nə var ki orada? Nə var? Deyir, orada anamız Fatimənin yadigarları var idi. Əşyalar var idi ki, anamız Fatimədən qalmışdı, onları istəyirik. Əla la'nətullah aləl qavmi zalimin fəsəyələmullezina zələmu əyyəmun qalabin yənqalibun